Xəngəl üstü dönər və quzu maçalı xəngəl. Soyuq və yağışlı havaların yeni trendi. Yarpaq xəngəlini dönər əti ilə vermək ilk dəfə kimin ağlına gəlib bilmirəm, amma sizə bunun Bakıda ən yaxşı verildiyi yerlərdən birini göstərim. İlk dəfə bunu başkəntin Əcəmi filialında yoxladım. Dönər əti bax belə orta ölçülərdə kəsilərək xəmir yarpaqların üzərinə əlavə olunur. Soğançası da yanında, qatığı da öz yerində. Dönər ətini çörəkdə və ya lavaşda yeməyə alışdığımız üçün xəngəllə tandemi maraqlı bir dad balansı yaradır. Amma bu qarışıq dadı bəyənə də bilərsiniz, bəyənməyə də. Bu sırf zövqə bağlı məsələdir. Qatıqla birgə servis olunur, bir porsiyası 12 manatdır. Quzu maçası ilə verilən xəngəli isə daha çox bəyəndim. Əti parçalayıb xəmir yarpaqlarına büküb yedikcə adamın gözlərindən ürək çıxır. Yeri gəlmişkən bunun xəmiri qara undan hazırlanır deyə bunu bir növ dietik də saymaq olar. Həqiqətən dadı möhtəşəm idi. Ümid edirəm ki, müştərilərə də bizə verdikləri kimi verirlər. Yeri gəlmişkən başkəntin 2 nəfərlik xəngəl setini də göstərim. Bura 2 porsiya yarpaq xəngəli, 4 dənə gürcü xəngəli, 2 ədəd qatıq, acika, qarışıq turşu və düşəs daxildir. Qiyməti 28 manatdır. Məkanda spirtli içki verilmir, biləsiz. Sadəcə əti təmiz, xəmiri nazik xəngəl yemək istəsəz, başkəndi yadda saxlayın.